öyrənməyi öyrətmək. Hal-hazırda bizim fokusumuz bundan ibarətdir ki, bu əvvəl belə idi də, məktəbi qurtardıq, universiteti bitirdik, diplom vurduq və salam da, yəni getdik bir ömür. Amma bu gün yəni oxuduqlarımız artıq bizə yetmir, bizə çatmır. Biz durmadan inkişaf eləyirik, biz durmadan irəli getməliyik və bizdə artıq müəllim kimi burada nə yaranır? Şagirdimizə necə öyrənməyi öyrədək. Heç uzağa getməyin, bəlkə 1 ayın söhbəti deyək də belə. Yolda gedirik, beynəlxalq bir dağ yürüşüdür. Komanda yoldaşlarımdan biri maşını idarə eləyir. Yeri gəlmişkən Atakama səhralındayıq. Amma səhralıqda belə doğrudan da kimsənsə, kimliyin harda olmağından asılı olmayaraq dərhal üzə çıxır. Maşını idarə edən dostumla belə deyim də danışanda dedi ki, nəsə təhsildən söhbət açıldı. Dedi ki, bəs biz Kanadada yaşayırıq. Kanadaya köçmüşük, Kanadada yaşayırıq. Yaxınlarda məktəbdən müəllim məni məktəbə dəvət elədi və dedi ki, mənlə kiçik bir söhbət elədi və dedi ki, sizin uşağınız proqramda çox irəli gedir. Mən sizdən çox xahiş edirəm ki, evdə uşaqla əlavə məşğul olsanız da köhnə mövzulara məşğul olun. Yəni bundan sonra gələn dərslərlə məşğul olmayın, tapşırıqları eləməyin, çünki o dərsə gəlir və onun üçün maraqsız olur. Və biz də onun üçün heç nə eləyə bilmirik. Valideyn də həmin o dostum, yoldaş qayıdıb ona deyir ki, bəs yəni biz ondan əlavə məşğul olmuruq da. Əksinə bizim hal-hazırda biraz işlərimiz daha yoğundur, bizim başımız qarışıqdır. Biz çalışırıq ki, onun dərslərinə nəzarət eləyək, amma bizdə bu alınmır. Ola bilsin ki, özü çalışır, amma biz ona yəni dəstək olmuruq. Öncəki dərslərdə də heç ümumiyyətlə biz kömək eləmirik. Belə bir kiçik bir danışıqdan sonra valideyn evə qayıdır. Məktəbdə müəllim deyir ki, tamam, sən get. O zaman biz biraz da müşahidə edək də. Ola bilsin ki, nəyisə gözümüzdən qaçırmışıq və s. Yenə müşahidə edirlər, görürlər yox da. Yəni bu uşaq həqiqətən çox irəli gedir və müəllim çatdırmır. Müəllim o uşağın nəbzini tutmağa çatdırmır. Artıq bu dəfə valideyni yenidən dəvət edirlər və artıq burada direktor, məktəb və uşağın belə deyim də dərs deyənləri hamısı bərabər birlikdə yenə belə bir iclas keçirirlər və valideyn yenə də təkrar eləyir ki, yəni mən bir valideyn olaraq kömək eləsəm deyərəm ki, belə bir şey eləmişəm, amma belə bir məsələ yoxdur. Sadəcə olaraq mən bilirəm ki, mənim uşağım yaxşı belə deyim də qabiliyyəti var, yaxşı başı var riyaziyyatdan, dəqiq elmlərdən. Bilirəm ki, o çox istedadlı uşaqdır, amma yəni biz onunla məşğul olmuruq. O zaman məktəb direktoru və müəllimlər kiçik görüş edirlər və valideynə zəng edib deyirlər ki, bizim məktəb sizin uşağı üçün deyil. Yəni bizim məktəb sizin uşağa çatmır. Bizim məktəb sizin uşaq üçün yetərli deyil. Ona görə biz istəmirik ki, sizin övladınız burada vaxt itirsin. Düşünə bilirsiniz, bir məktəb fərqindədir, bir müəllim fərqindədir ki, şagirdə əslində verməli olduğunu və ondan da artığını verə bilər, amma bunun ona gücü çatmır. Məktəb bundan xəbərdardır, bunun fərqindədir və valideynlə belə söhbət aparır. Daha sonra deyir ki, bax bizim məktəbdə bizim buna gücümüz çatmır, amma Kanadada bax belə bir məktəb siyahısını verirəm ki, sizin uşaq bu kimi məktəblərdə özünü daha yaxşı kəşf edə bilər. Öz istedadını, öz marağını daha yaxşı kəşf edə bilər və sizə məsləhət görürük ki, siz övladınızı bu məktəbdən çıxarasınız. Və valideyn də öz növbəsində təşəkkür edir ki, yəni bu vaxtında verilmiş bir mesajdır. Sonra izah eləyir ki, apardım onu bir məktəbə qoydum. O bir məktəbdə də yenə də bir müddət keçirəndən sonra deyiblər ki, bax bunun təyinatı digər məktəbdə, orada daha yerini tutmuş olacaq. Deyir, indi məktəbimizi dəyişmişik, çox xoşbəxtik. Xüsusi laboratoriyaları var, xüsusi iş otaqları var, xüsusi başqa bir yanaşma və başqa bir plan var. Harda ki, artıq biz hiss edirik ki, uşağımız daha xoşbəxtdir, öyrənməyə daha fərqli yanaşır və s. və artıq mən elə mesajlar almıram. Çünki artıq uşaq olmalı olduğu yerə gedib çatıbdır. Bax, bu bir nümunədir. Bu bir nümunədir. Və istedadlı uşaqlar, ümumiyyətlə istedadlı olmasın, adi sıradan bir şagirdin özünün marağını kəşf eləmək, öz istedadını kəşf eləmək, bu həyatda nə istədiyini bilmək adına burada olan müəllim də, məktəbdə, sistem bunun fərqində olmalıdır ki, şagirdə kömək eləyə bilsin.
İstər kənd məktəblərində olsun, hansı ki mən orada da işləmişəm və təcrübəm var. İstər dövlət məktəblərində olsun, hansı ki mən orada bir təlimçi kimi gedirəm, təhsil inspektoru kimi də gedirəm, dərsləri yaxından müşahidə edirəm. İstər özəl məktəblərdə olsun, hansı ki mənim daha çox təcrübəmi özəl məktəblər əhatə edir. Burada demək olar ki, yanaşmalar daha bir mən 20 il bundan öncəni deyirəm də, demək olar ki, hamısında eyni idi. Biz müəllimlərin bir məqsədi var idi ki, bizim bir planımız var və biz bu plana görə dərslərimizi keçməliyik və bu planda ümumi bütün şagirdlər üçün nəzərdə tutulubdur. Fərqi yoxdur ki, öyrənmə sürəti necədir, bacarığı necədir, istedadı varmı, az istedadlıdır, çox istedadlıdır. Bu nəzərə alınmadan bizim bir planımız var və müəllim çalışır ki, bu planı yerinə yetirsin. Əslində mən indi də dərsləri müşahidə eləyəndə yenə də müəllimə çox diqqətlə baxıram və müəllimin özünün şəxsi bacarıqlarına və biliklərinə baxıram və yanaşmasına baxıram. Burada qınaq məsələsi deyil. Mən müəllimi anlayıram ki, o deyək ki 45 dəqiqə ərzində çalışır ki, bütün şagirdlərə çata bilsin, bütün şagirdlərə yetə bilsin. Ancaq biz doğrudan da bir müəllim kimi həqiqətən hiss ediriksə, yox mən burada həm də onun üçünəm ki, bütün şagirdlərdən xəbərim olsun və onların istedadlarını və onların bacarıqlarını müəyyən eləyə bilim və onlara kömək eləyim. Burada artıq müəllimin özünün də belə bir fərqindəliyi olmalıdır. Özünün bir daxili azadlığı olmalıdır ki, müəllim özünə bunu icazə verə bilsin. Məsələn, mən çox gözəl xatırlayıram ki, mən hələ belə deyim də yeni dərs deməyə başlamışdım. Hələ yeni mən təcrübə qazanmağa başlayırdım. Mənim sinifimdə bir şagird var idi. Özəl məktəblərdən birində idi. Belə bir şagirdim vardı. Mən görürdüm ki, bu uşaq durmadan yazır. Tənəffüsdür, uşaqlar yemək yeyir, məsələn, oyun oynayırlar, bu yazır. Nə bilim, böyük tənəffüsdür, uşaqlar həyətə çıxırlar, oyun oynayırlar, bu yazır. Durmadan bu nələrsə qeyd eləyir. Mən ona xahiş elədim ki, yazdığını məndən bölüşə bilərsənmi? Uşaq çox sevindi ki, əslində müəllim onun işinə maraq göstərir. Məsələn, o sevinə-sevinə gətirdi, dəftərini göstərdi ki, müəllim, bax mən hekayələr yazıram, hekayələrdə mənim sinif yoldaşlarım var. Burada başımıza gələn əhvalatlardır, mən bunu bu formaya salıram və s. Məsələn, mən o vaxtı çox təcrübəsiz idim. Amma mən fikirləşirdim ki, bu uşaq belə bir belə deyim də, yəni özü kənara çəkilir, özü öz üzərində işləyir, öz marağını dəftərə köçürür və s. Mən ona nə edə bilərəm? Və yaxşı bir məsələ də bu var idi ki, bizim həmin müddətdə işlədiyim məktəbdə direktorla tez-tez bizim görüşümüz olurdu. Tez-tez görüşümüz olurdu və biz bu görüşdə öz şagirdlərimiz haqqında onunla söhbət eləyirdik, müzakirə aparırdıq. Bu müzakirə, belə deyim də, peşəkar bir müzakirə idi və bu müzakirə bizə şərait yaradırdı ki, müəllim olaraq mən danışarkən özüm öz səsimi eşidim. Özüm sinifimdə baş verən məsələləri birinci özüm eşidim. Və mən danışa-danışa gördüm ki, mənim dilimdən çıxır ki, mənim sinifimdə belə bir şagird var, onun belə bir bacarığı var, onun belə bir istedadı var. Bunu bölüşməm növbəti bir etapa gətirdi, çıxartdı. Mənim direktorum təklif elədi ki, sənin sinifində mən belə başa düşürəm ki, ən azı bir 4-5 nəfər belə istedadlı uşaqların adını çəkirsən. Bəlkə mən bir direktor olaraq, həm də o İngiltərədən idi və onun bu sahədə təcrübəsi daha geniş idi. Dedi, bəlkə mən həmin uşaqlarla həftədə bir dəfə bir görüş edim və onların yazı bacarıqları üzərində mən də işləyim. Demək, düşünün ki, həftə ərzində mən tutam da, yəni dərsləri aparıram, amma həftənin bir günündə bir saatını həmin direktorla həmin o uşaqlar yığışırdılar, hər hansı bir yaradıcı mövzunu işləyirdilər, mentor kimi bizim direktor onlara belə deyim, rəy verirdi, dəftərlərində rəy yazırdı, düzəlişlər eləyirdi və s. Bu proses mənə nə verdi? Bu prosesdə şagirdlər geri qayıdandan sonra mən dəftərə baxırdım. Direktorun onlara necə rəy yazmağı, səhvlərin üzərində necə işləməyi, bundan sonraki mərhələnin nədən ibarət olması, bundan sonraki planın nədən ibarət olması artıq müəllim kimi mənə bir belə deyim pəncərə açdı. Mən başa düşdüm ki, bundan sonra əgər günlərin bir günü həmin şəxslə işləməsəm, bu kimi şagirdlərlə mən necə işləyə bilərəm? Baxın, belə bir nümunə ilə rastlaşmaq üçün məndən ilk addım gəldi. Amma mən bunun fərqində deyildim ki, mən buna bir addım atıram. Bir peşəkar dialoqda bir mövzu ortaya çıxdı və digər bir şəxsin, belə deyim, təklifi ilə həmin uşaqlar növbəti bir addımı atdılar. Başqa bir yaradıcı addımı atdılar və
Daha sonra bizim mövzumuzda bu da var ki, valideynlərə bunu necə əlaqələndirmək olar. Bizim tez-tez valideynlərlə də görüşümüz olurdu. Bu hər yerdə belədir. Dövlət məktəbi olsun, kənd məktəbi olsun, özəl məktəb olsun. Valideynlərlə görüşdə də biz ümumi nələrisə danışmaqdansa ki, uşağınız özünü belə elədi, belə apardı. Biz konkret, spesifik, öz güclü və inkişaf etdirməli olduğumuz tərəflərimizə baxsaq, biz valideynlərə konkret bir belə deyim də yön verə bilərik, istiqamət verə bilərik. Və görüşlərdən birində mən valideynlə danışdım, dedim ki, bax belə bir həmin bu gedişatı danışdım və valideyn də dedi ki, mən də fərqindəyəm ki, uşağımın yazmağa nə qədər həvəsi var. Amma bunu sizin deməyiniz və direktorun da dəstəkləməyi artıq bizə belə bir bizim üçün də növbəti bir mərhələdir ki, biz fikirləşək ki, bu yazıları biz necə edəcəyik. Bu misalı çəkməkdə məqsədim bundan ibarətdir ki, əgər bir müəllim kimi hələ yolun başındasınız və məktəbin də belə bir planı yoxdur, amma kiçik addımlar, məhz kiçik addımlar gətirib böyük bir hadisələrə gətirib çıxara bilər. Elə yerlər var ki, doğrudan da başa düşürsən ki, məsələn, məktəb özü başa düşdü ki, mən məktəbəm, amma bunu verə bilmirəm də. Heç bu vaxtda bir planı da yoxdur. Yəqin ki, bu məktəb düşünür ki, mən orta bilik və bacarıqlara malik olan şagirdlər üçünəm. Hansı ki, gəlirlər, dərslərini yerinə yetirirlər, müəyyən biliklər, bacarıqlar əldə edirlər və s. Yəni məktəb özünü bunun üçün nəzərdə tutubdur. Bunun o tərəfini düşünmür. Okay? Amma elə məktəbdə var ki, istedadlı uşaqlarla işləyir. Bizdə mən belə bir məktəb görmürəm. Bizdə var liseylər, nə bilim, özəl məktəblər və s. Mən burada bunu necə görürəm? Müəllimlərlə də söhbət eləyəndə, hətta mentorluq görüşlərində belə, mən deyirəm, əgər görürsən ki, sənin əlində başqa bir belə deyim də plan yoxdur. Məktəbin heç bir planı yoxdur. Sənin də əlində belə bir plan yoxdur. Heç olmasa sən sinifdə olan uşaqların hər birini nəzərə almalısan. Necə nəzərə almalısan? Deyir, onlara bir individual kimi necə nəzər salmaq olar? Bizdə öyrənmə bölünür də. Vizual öyrənənimiz var, audio öyrənənimiz var, nə bilim, yazaraq öyrənənimiz var. Bunları nəzərə alıb dərs sistemini qurmaq lazımdır. Mən 11 il oxuduğum məktəbə geri qaydanda nəyi xatırlayıram? Coğrafiya dərsində divarda asılan xəritəni yadımda saxlamışam. Ancaq o yadımda qalıb. Niyə mən vizual öyrənənəm? O xəritə olmasaydı, ümumiyyətlə mənim üçün coğrafiya dərsi batmış hesab olunardı. Okay? Və yaxud da ki, deyək ki, məsələn, kimya dərsində mən o Mendeleyev cədvəlindən başqa heç nə xatırlaya bilmirəm. Niyə? Çünki mən vizual öyrənən idim. Mənim üçün öyrənmək görmək deməkdir. Mənim üçün öyrənmək toxunmaq deməkdir. Mənim üçün öyrənmək təcrübə eləmək deməkdir. Bax, elə buradan çıxış eləyib müəllimlərə deyirəm ki, sən o zaman dərsini elə quracaqsan ki, dərsin sonunda planına baxanda görəcəksən ki, görüntü var, burada toxunmaq var, təcrübə eləmək var, yazmaq var, oxumaq var. Demək ki, mən burada bütün şagirdlərə çata biləcəm. Yox, əgər burada ancaq bir üsuldan istifadə edilirsə, o zaman həmin yalnız bir üsulda öyrənən uşaqda proses gedəcək. Digərləri, hansı ki mənim tipdə olan şagirdlər var, onlar çox geri qalacaqlar. Çünki onlar, məsələn, mən özüm baxmayaraq ki, humanitar fənlərə daha çox belə deyim də meylli idim və mənim marağım var idi. Sadəcə olaraq mən dəqiq elmlərdə olan riyaziyyat təmayüllü sinifdə idim. Müəllim çıxırdı lövhəyə, misalı yazırdı, həllini eləyirdi. Elə bir dənə misaldan hamı eləyirdi. Mən qalırdım belə ki, bunlar nə edirlər? Ya tamam mən görürdüm, amma yəni bunlar nə edirlər? Nəyinə nəyin uzlaşmasıdır? Bu niyə görə belədir? Bu belə olmasa başqa necə ola bilərdi? Fikrimi çatdıra bilirəm. Yəni bunu indi hal-hazırda məsələn riyaziyyatı tədris etməyin o qədər əyləncəli, o qədər əlaqəli digər növləri var ki, mən o növləri özəl məktəbdə riyaziyyat dərsi tədris edəndə 6-cı sinifə qədər özəl məktəbdə riyaziyyat dərsini belə deyim, sinif müəllimi tədris eləməlidir. Mən riyaziyyatı yenidən öyrəndim. Niyə görə riyaziyyatı yenidən öyrəndim? Və riyaziyyata mənim marağım o qədər artdı ki, mən başa düşdüm ki, riyaziyyat təkcə bir misal məsələ həllinin ibarət deyil, ondan daha ötəsidir. Orada bir hekayə var, orada bir nəticə var, orada bir yolculuq var, orada bir yaradıcılıq var. Hansı ki, mən bunu məktəbdə görməmişdim. Ona görə istər özəl məktəb olsun, istər dövlət məktəbi olsun, müəllim orada öyrənmə tiplərini hər birini nəzərə almalıdır. Əgər bir tək sadə bunu nəzərə ala bilsə, sinifdə çox uşaq daha yaxşı öyrənəcək və özünü daha yaxşı kəşf eləyəcək.
Və bundan başqa ümumiyyətlə Azərbaycanda da indi bir çox modellər belə deyim də xarici təhsil sistemindən gəlməkdədir. Yavaş-yavaş biz də onları artıq mənimsəyirik və onları belə deyim də tətbiq eləməyə başlayırıq. Məsələn üçün deyək ki, Montessori üsuluna. Düzdür, indi bu çox azdır, hələ ki azdır və məktəblərdə demək olar ki, tətbiq olunmur, amma erkən inkişaf mərkəzləri var ki, hansı ki bu üsuldan istifadə edirlər. Məsələn, bu üsuldan istifadə edəndə orada nə var? Montessori deyir ki, hər kəsin özünün öyrənmə sürəti var. Amma bizim məktəblərdə sənin öyrənmə sürətin deyilən bir məsələ yoxdur. Yəni dediyi öyrənməliyik. Öyrənən öyrəndi, öyrənməyəndə ki, yəni biz növbəti mərhələyə keçirik. Yəni üzr istəyirəm, səni gözləyə bilmirəm. Biz qabağa getməliyik. Okay, nə edir o uşaq? O uşaq ötürdü. Və sonra gəlir növbəti illərdə yenə eyni problemlə davam edir. Niyə? Çünki o sürətlə bizə çata bilmir. Sadəcə olaraq onun sürəti imkan vermir. Və müəllimin də plana görə getmə sürəti imkan vermir ki, geri qayıdıb o şagirdlə işləyə bilsin. Montessori'də hər kəsin özünün öyrənmə sürəti var və orada müəllim mərkəzdə dayanmır. Müəllim mentordur, müəllim müşahidəçidir. Hər kəs müəllimin qurduğu o atmosferdə özünün marağına uyğun bir nəsnəni tapır, orada inkişaf edir, müəllim qeydlərini aparır, müşahidə edir və uşağın inkişafını izləyir. Bu Finlandiya üsuludur və Azərbaycanda yenə deyirəm az tətbiq olunmaqdadır, amma məsələn üçün bu üsulla artıq onun yetirmələri var. Google-un həm təsisçiləridir. Deyir ki, məsələn bizim üçün Montessori-də təhsil bizə nə verdi? Maraq, öz marağımıza diqqət eləmək, araşdırmaq və yaratmaq. Məhz bu üsulun belə deyim də yetirmələridir. Digər modellər də var. Məsələn, mən Amerikada olanda sırf təhsillə əlaqəli getmişdim və orada bir çox məktəblərdə və universitetlərdə dərs müşahidələrinə getdim. Mən dərs müşahidələrinin birində gördüm ki, müəllimlə bir dərsdir, amma mən orada gördüyünüz, bildiyimiz ənənəvi dərs üsulunu görmədim də. Yəni hamı oturubdu və s. Mən gördüm ki, hər kəs getdi, şkafdan öz portfolyosunu götürdü, öz dəftərçəsini götürdü və müəllimlə kiçik qruplarda görüş elədilər. Mən baxdım ki, hər bir uşağın özünün belə deyim, qeyd dəftərində bir özünün şəxsi planı var. Yəni dərsimiz var, amma bu dərsdən əlavə mənim bir fərd kimi nəyə marağım var? Məsələn, bir uşaq var idi, fərd kimi jurnalistikaya marağı var idi. Həmin uşağı hər hansı bir nəşriyyatla, hər hansı bir mətbuatla əlaqələndirmişdilər. Ayda bir dəfə təcrübəyə gedirdi. Nə bilim, orada hər hansı bir prosesləri keçirirdi. İndi gəlmişdi, müəllimi ilə bunu danışırdı. Müəllim də mentor kimi ona suallar verirdi. O da orada etdiyi və gördüyü işlərdən danışırdı və s. Digəri işte bilmirəm, hər hansı bir laboratoriyada çalışırdı. O öz belə deyim də planını bölüşürdü. Məsələn, burada fərdi plan metodu var idi. Mən onu orada görəndə dedim ki, bax, burada mən kitab görmürəm, heç burada mən dəftər də görmürəm, amma belə bir şərait görürəm ki, hər bir uşağın özünün hələ erkən yaşda nəyə marağı olduğunu qeyd edibdi, özünün planı var və məktəb və müəllim bərabər onlara bir plan cızıbdır ki, yəni sənin bu marağına kömək edəcək, dəstək olacaq resurslarla belə deyim də təmin edibdir. Bu da gördüyüm nümunələrdən biridir. Və burada əsas məsələ indi hal-hazırda da bizim bir çox konfranslarda və bir çox təlimlərdə bizim gördüyümüz əsas vurğulama budur ki, öyrənməyi öyrətmək. Hal-hazırda bizim fokusumuz bundan ibarətdir ki, bu əvvəl belə idi də, məktəbi qurtardıq, universiteti bitirdik, diplom alırdıq və salam da, yəni getdik bir ömür. Amma bu gün yəni oxuduqlarımız artıq bizə yetmir, bizə çatmır. Biz durmadan inkişaf eləyirik, biz durmadan irəli getməliyik və bizdə artıq müəllim kimi burada nə yaranır? Şagirdimizə necə öyrənməyi öyrədək. Bu kiçik iş deyil, bu əslində böyük bir işdir. Bu dərin bir mövzudur və bunu hər müəllimdən etməyi, bacarmağı gözləmək də biraz belə deyim də, yəni çox da real deyil. Çox da real deyil. Çünki bu bacarıq bizə harda öyrədilir? Məktəbdə öyrədilir? Yox. Universitetdə belə bir bacarıq öyrədilir bizə. Mən hal-hazırda da universitetdə oxuyan tələbələr var, nə bilim məzunlar var, danışıram və görürəm ki, hələ belə bir şey yoxdur yəni. Bu heç bir yerdə öyrədilən bir məsələ deyil. Ya məktəbin özünün planı olmalıdır. Məsələn, mənim işlədiyim məktəblərdə belə bir plan var idi. Gəlirdilər, diaqnostik test keçirirdik. Baxırdı ki, uşaqlar, zəif uşaqlar, orta uşaqlar, əla uşaqlar. Tutan ingilis dil dərsini bunları bir yerə qoymuruq. Çünki mən dərsi necə qurum ki, bunların hamısına çata bilim? O zaman nə olurdu? Zəif uşaqlar
daha fərqli bir müəllimlə çalışırlar, intensiv olaraq çalışırlar. Onların dərs saatları çoxdur. Yüksək bilikli olan uşaqlarla tamamilə başqa proqram və belə. Bu məktəbin özünün planı olduğu üçün bir müəllim kimi mənim üçün asan idi. Çünki yəni mən gəlirdim, diaqnostik testi eləyirdik, bölünmə gedir. Hər kəs öz işinin başına, hər kəs öz məsuliyyətini götürürdü və təbii ki, sonda da çox gözəl nəticələrə gəlib çatırdıq. Bu məktəbin planı idi. Amma biri də var, dediyim kimi, yəni plan olmayanda, amma sən bir müəllim kimi özündə bu işığı görəndə, bu məsuliyyəti görəndə, bu fərqindəliyin olanda, çox kiçik şeylər də əslində insanın həyatında çox şeylər dəyişə bilər. Çox kiçik məsələlər. Yəni bir müəllim heç nə eləməsə belə, məsələn deyək ki, mən gəlmişəm və görürəm ki, mənim əlimdə bir resurs yoxdur. Doğrudan da mənim sinifimdə 40 uşaq var. İstedadım da çoxdur, var bunların arasında. Necə işləyim, mən bunlarla necə çatım? Ən azından heç nə yoxdursa belə, şagirdlə münasibət. Şagirdə özünün fərqindəliyini, özünün nəyə marağı olduğunu, özünün nəyə istedadı olduğunu, bundan sonra nəyi necə etməyinin, belə deyim də, zəminini yaratmaq üçün müəllimin verdiyi suallar, müəllimin verdiyi yanaşma, müəllimin özünün öz üzərində işi, müəllimin özünün sinifində duruşu və şagirdlərlə münasibəti. Çünki gələcəkdə də biz indi bu yaşa çatmışıq. Bizim nə yadımızdadır? Müəllimin bizlə olan münasibəti, bizə dediyi bir qüvvətli söz. Məsələn, mənim yadımdadır ki, mən ibtidai sinifdə oxuyurdum. Mənim anam da müəllimədir, atam da müəllimdir. Mamam da dərsdən çıxdı. Demək olar ki, elə axıra qalan şəxslərdən biri idi. Valideyn iclasına gəldi. O vaxt valideyn iclasında uşaqla valideyn birlikdə olmurdu. Sadəcə olaraq indi sonda qalan idim deyə. Mən də uşaq idim, orada özüm üçün oynayırdım. Mən müəllimimdən belə bir şey eşitdim ki, məsələn, Vəfanın xətti yaxşı deyil. Ki indi mənim mükəmməl xəttim var. Vəfanın xətti yaxşı deyil də, iri-iri yazır falan. Amma müəllimimdən incimirdim. Deyirdim ki, real deyir də, yəni real bir mənim haqqımda rəy verirdi. Və ya da Vəfanın marağı riyaziyyatda çox da yoxdur. Daha çox qoyasan bu oxusun, oynasın, şəkil çəksin və s. Fikirləşirdim ki, düzdür də, müəllim real bir şey deyir. İncimirdim. Və gəldi sonda dedi ki, amma o qədər məsələn şeiri deyərsən, o qədər gözəl şeir deyər. Məsələn, hər hansı bir musiqini deyərsən, o qədər gözəl oxuyar və yaxud da ki, cümlə deyirsən, ən gözəl cümləni Vəfa qurar. Əgər istəsən, əgər bu uşağa diqqət eləsən, bu gələcəkdə çox gözəl yazı yaza bilər. İndi hal-hazırda mən nəsə bir proses zamanı görürsən ki, bir sakitlik olanda mənim ağlıma o sakitlikdə, o sükutda gələn əgər 3 cümlə varsa, o 3 cümlədən biri budur ki, Vəfa yaxşı yaza bilər. Fikrimi çatdıra bilirəm? Yəni bir müəllim kimi görürsüz ki, sizin əlinizdə başqa edəcək heç bir şeyiniz yoxdur. Naəlacsınız da, istəyirsiniz amma edə bilmirsiniz. Ən azından elə bir mühit qurmaq lazımdır ki, o mühitdə gələn şagird özünü o qədər rahat, o qədər sərbəst və o qədər gözəl hiss eləsin ki, başa düşsün ki, burada öyrənmək, səhv eləmək üçün ən yaxşı mühitdir. Bu mühiti qura bilən, yəni sabahları deyə bilər ki, məsələn üçün də düzdür mən belə bir istedad kəşf eləmədim falan eləmədim, amma əmin ola bilərsiniz ki, həmin müəllimin şagirdləri gec-tez ona geri dönəcək və deyəcək ki, o şəraiti sən mənə qurdun. O sözü sən mənə dedin. O sualı sən mənə verdin. Mən o sualdan sonra buna gəlib çatmışam. Ona görə biz düşünməyək ki, dəyişiklik üçün, nəyisə kəşf eləmək üçün bizə illah da laboratoriya lazımdır, illah da falan. Bunlar olsa çox gözəl. Amma olmadığı şəraitdə nə olacaq? Çox gözəl deyimlərdən var. Bəlkə də mən bunu elə demək olar ki, bütün çıxışlarımda deyirəm. Deyir ki, mənim həyatımda gördüyüm ən gözəl dərs Afrikada bir ağacın altında olubdu. Yəni görürsüz, Afrika bir ağacın altında olan dərs. Yəni bəzən bizim hər şəraitimiz olmaya bilər, amma bizim bir müəllim kimi yanaşmamız, bizim bir müəllim kimi verdiyimiz sual və prosesi izləmə və şagirdə yaratdığımız mühit onun üçün hər şey ola bilər. Thank you.